İnvestisiya dünyası biraz səsküylüdür, elə deyilmi? Hər kəs bir şey deyir, hər gün yeni bir strategiya çıxır. Bugün biz bütün bu səsküyü bir kənara qoyacaq. Ən uğurlu, qalib şirkətləri tapmaq üçün tək, amma çox güclü bir fəlsəfəyə fokuslanacaq. Yaxşı, gəlin səmimi olaq. İnvestisiya üçün ən yaxşı şirkəti necə seçirsiniz? Əgər bu sual sizə də mürəkkəb və çaşdırıcı gəlirsə, bilin ki, tək deyilsiniz. O qədər çox məlumat, o qədər çox göstərici var ki, insan çox vaxt sadəcə donub qalır. Buna maliyyədə analiz fləci də deyirlər. Qiymət, gəlir nisbəti, texniki təhlil, maliyyə hesabatları, analitik reytinqləri, siyahı uzandıqca uzanır. Bəs əgər sizə desəm ki, bütün bu detalların arasında itib batmaq əvəzinə, əslində digərlərindən qat-qat daha vacib olan tək bir əsas prinsip var. Və bax bu, bizi birbaşa çox məşhur bir adama, PayPal-ın həm təsisçisi və Facebook'un ilk investorlarından olan Peter Thiel'in müdafiə etdiyi çox sadə, amma çox güclü bir ideyaya gətirir. Thiel deyir ki, bütün o xırda detalları unudun. Özünüzə sadəcə bir sual verin. Bu şirkətin gələcəkdə monopoliyaya, yəni inhisarçıya çevrilmək potensialı var? İlk baxışdan qəribə səslənir, elə deyilmi? Amma gəlin baxaq görək, bu tək sual uzunmüddətli investisiya oyununu necə tamamilə dəyişə bilər? Thiel'in məşhur Sıfırdan Birə kitabındakı fəlsəfəsi əslində bütün bildiyimiz biznes qaydalarını alt-üst edən çox təxribatçı bir bəyanatla başlayır. Bəli, o deyir ki, rəqabət uduzanlar üçündür. Bu nə deməkdir axı? Axı bizə həmişə rəqabətin yaxşı bir şey olduğunu öyrədiblər. Əslində, məsələ rəqabətli bazarlarla inhisarçı şirkətlərin işləmə prinsipləri arasındakı fundamental fərqdədir. Baxın, rəqabətli bir bazarda şirkətlər müştəri uğrunda ancaq qiymət davası edir. Bu da onların mənfəətini yeyib bitirir, innovasiyaya, inkişafa pul qalmır. Bu, dibə doğru bir yarışdır. Amma monopoliya, onun belə bir dərdi yoxdur. Qiymətləri özü təyin edir, yüksək mənfəət götürür və o pulu yenidən araşdırmaya, inkişafa, ən yaxşı işçilərə xərcləyərək daha da güclənir. Bu, bir növ fəzilətli dövr yaradır. Yüksək mənfəət daha çox innovasiya deməkdir, o da ən yaxşı mütəxəssisləri cəlb edir, bu da məhsulu daha da yaxşılaşdırır və nəticədə, bəli, monopoliyanı daha da möhkəmləndirir. Bu, özü-özünü bəsləyən bir sistemdir. Ən bariz nümunə, elə bu günlərdə süni intellekt çipləri bazarında Nvidia'nın etdiklərinə baxın. Yaxşı, bəs bir şirkəti əsl monopoliya edən nədir? Söhbət sadəcə bazarda tək olmaqdan getmir. Söhbət rəqiblərin aşa bilməyəcəyi dərəcədən möhkəm, davamlı bir üstünlükdən, bir növ iqtisadi qala divarından gedir. Gəlin bu qalanın necə qurulduğuna baxaq. Dilə görə, bu qala divarının 4 əsas sütunu var. Baxın, bunlar sizin gələcəyin qaliblərini tapmaq üçün istifadə edə biləcəyiniz bir növ yoxlama siyahısıdır. Birincisi, üstün texnologiya, yəni söhbət rəqibdən birazca daha yaxşı olmaqdan getmir. Söhbət o qədər üstün bir şey yaratmaqdan gedir ki, alternativləri sadəcə mənasız qalır. Məsələn, ilk iPhone çıxanda digər telefonların düyməli olması kimi. Aradakı fərq o qədər böyük olmalıdır ki, müştəri üçün seçim deyə bir şey olmasın. İkincisi, şəbəkə effektləri. Bəlkə də bu, ən güclü müdafiə mexanizmidir. Bir məhsul və ya xidmət nə qədər çox istifadə edilsə, bir o qədər dəyərli olur. Məsələn, WhatsApp. Niyə başqa bir mesajlaşma proqramına keçmirik? Çünki bütün dostlarımız, ailəmiz oradadır. Hər yeni istifadəçi şəbəkəni hamı üçün biraz daha gücləndirir və rəqiblərin işini demək olar ki, mümkünsüz edir. Üçüncüsü, xərc üstünlüyü. Yəni, bir məhsulu rəqiblərdən qat-qat ucuz başa gətirməyə bacarığı. Məsələn, Toyota'nın istehsalat səmərəliliyi kimi. Bu, adətən çox böyük miqyas sayəsində mümkün olur. Bu da güclü bir üstünlükdür, amma Thiel'ə görə digərlərinə nisbətən biraz daha zəif bir monopoliya növüdür. Çünki mənfəət adətən texnologiya şirkətlərindəki qədər yüksək olmur. Və nəhayət, dördüncüsü, ikonik brend. Söhbət sadəcə bir logodan getmir. Brend insanların beynindəki keyfiyyət, status və etibar deməkdir. Məsələn, Rolex. İnsanlar onu sadəcə vaxtı göstərdiyi üçün almır. Brend o qədər güclüdür ki, şirkət özü qiymətləri təyin edir və müştərilər buna sadiq qalır. Yaxşı, bu 4 prinsipi bildik. İndi əsas sual budur. Bu biliklə nə edək? Təbii ki, Google, Microsoft kimi artıq qurulmuş monopoliyalara investisiya etmək olar. Amma onlar artıq nəhəngdir.
Onların ən böyük böyümə dövrü çox güman ki geridə qalıb. Əsl həyəcan, əsl fürsətsə növbəti monopoliyanı, hələ heç kimin görmədiyi o şirkəti tapmaq. Və burada əsas məsələ bugün pul qazanmaqdan çox, gələcəkdəki hökmranlığını qurmaq üçün hər qəpiyini yenidən investisiya edən şirkətləri tapmaqdır. Necə ki vaxtilə Amazon illərlə zərərlə işləyirdi ki, bugün olduğu yerə gəlsin. Gəlin bu çərçivəni müasir bir nümunə üzərində yoxlayaq. Məsələn, Tesla. İlk baxışdan soruşa bilərsiniz, Tesla'nın monopoliyası hardadır? Axı, avtomobil bazarı çox rəqabətlidir. Amma əgər Tesla'nı sadəcə bir avtomobil şirkəti kimi görürsünüzsə, deməli, əsas məsələni, böyük mənzərəni qaçırırsınız. Çünki Tesla'nın əsl qala divarı onun istehsal etdiyi avtomobillər deyil. Avtomobil sadəcə bu sistemin bir parçasıdır. Əsl güc başqa yerdədir. Birincisi miqyas. Böyük həcmdə elektrikli avtomobil istehsal edib pul qazana bilən yeganə şirkətdir. İkincisi, şarj şəbəkəsi. Bütün dünyada ən geniş və etibarlı şəbəkə onlardadır. Və üçüncüsü, ən böyük mükafat, tam özünü idarə etmə proqramı, yəni FSD. Baxın, əsl monopoliya potensialı məhz buradadır. Çünki əgər Tesla bu tam avtonom idarə etmə problemini həll edə bilsə, o artıq bir avtomobil şirkəti olmaqdan çıxır. O, bir proqram təminatı və süni intellekt nəhənginə çevrilir. Gələcək təkcə avtomobillər deyil, gələcək avtonom taksilərdir, robotlardır və lisenziyalaşdırılan bir proqram imperiyasıdır. Təsəvvür edin, digər bütün avtomobil şirkətləri onun proqramını lisenziyalaşdırmaq üçün növbəyə durur. Bu, tamamilə yeni bir sənayədə qurulan bir monopoliya deməkdir. Deməli, yekun olaraq bir şirkətə investisiya etməyi düşünəndə gündəlik xəbərləri, qiymət dəyişmələrini bir kənara qoyun. Özünüzə bu sadə sualları verin. Üstün bir texnologiyası varmı? Şəbəkə effektləri yarada bilirmi? Xərclərini rəqiblərdən aşağı sala bilirmi? İkonik bir brendə çevrilirmi? Və ən əsası, bugün qazanc əldə etməkdənsə, gələcəkdəki hökmranlığını qurmağa fokuslanıbmı? Əsas məsələ budur. Əlbəttə, növbəti böyük monopoliyanın hansı şirkət olacağını heç kim dəqiq bilə bilməz. Bu, sözün əsl mənasında milyard dollarlıq sualdır. Amma artıq sizin əlinizdə bir çərçivə var. Artıq səs-küyü kənara atıb, həqiqətən də vacib olan şeyə fokuslana bilərsiniz. Cavabı tapmaq isə artıq sizə qalır.